Dublyajı necə edirəm? Bir videonu orijinala yaxın dublyaj etmək üçün sıfırdan başlamaq lazımdır. Məsəl üçün baxırıq, ilk öncə səssiz bir video var əlimizdə. Buna uyğun bir səs effekti tapıb atırıq. Məsəl üçün indi bir baxaq. Küçə səs effekti, quşlar falan filan. İndi də bir uyğun motosiklet, moped səsi tapıb əlavə edirik. Səhnə ilə tam uyğun. Motosikletçinin səsi daha real olsun deyə kaskla dublyaj eləyəcəm. Aha, getdik dublyajə. Ay, çömüş. Nə olub da, nədir? Əcə otu bir kuru qıvıraq. Nə hürməli motosikletin var ha cəhəblə? Otu. Hə, sonra da itlər adımı çıxarsın, hə? Getmə, gələ xoşuma gələcək. Sonra mənə nə deyərlər, bizim hürdüğümüz motosikletə minmisən? Onlar abıda yoxdur, narahat olma, dicə. Qaqaba dəqiq aramızda qalacaq, ha? Əcə, otu qorxma, gəl. Oturacaq təmizdə heç zad eləməkdilər abra. Getmə. Yox, qaqa, mənlik deyil. Özün bil, həyatda bir daha belə fürsət düşməyəcək hələ. Hayda, görəsən görən olmaz. Gəl, sən gəlmirsən, çıxıb gəlirəm, gəl. Gidavay. Əş, həmişə hamınlamayacaq ki, bir dəfə də üstündə cəyək. Xodda, Dibək dur, getdik. Qaz ver, qaqa. Sıx. Nətədir, ləzzət eləyir. Oy, nə motosikletə minir. Qaqa, saxla. Niyə? Nə oldu ki? Gördülər, saxla. Başımı yerə soxdu. Bəlkə elə tullama qolub Tullarına bəzətsən. Saat deməmişəm, buralardan motosiklet sürmə. Qaqa, biz dostluq, nə varsın? İndiyə dost qala.